Salam əziz izləyicilər. Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardım ilə həyata keçirdiyi virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək layihəsi çərçivəsində Multikultural Azərbaycan podkastına baxırsınız. Qonağımız millət vəkili Ceyhun Məmmədovdur. Ceyhun, xoş gəldiniz. Xoş gördük. Layihəmizin mahiyyətinə uyğun olaraq mənim üçün çox maraqlıdır və istəyərdim ki, siz də o məsələyə münasibət bildirəsiniz. Son vaxtlar sosial şəbəkələrdə, ümumiyyətlə virtual məkanda, rəqəmsal platformalarda milli münasibətlərlə bağlı ziddiyyətli xəbərlər, təxribat xarakterli informasiyalar yayılır. Yəni siz bu informasiyaları necə qiymətləndirərdiniz? Burada əslində sizin toxunduğunuz məqam çox vacib bir məqamdır. Ümumiyyətlə bu siyasətdə, dünya siyasətində adətən müxtəlif dövlətlərin kəşfiyyat orqanları çox zaman iki mühüm alətdən istifadə edirlər. Bunlardan biri milli məsələdir, biri də dini məsələdir. Yəni o mənada hər bir ölkədə, xüsusilə də bizim kimi ölkələrdə bu iki məsələ davamlı olaraq diqqətdə saxlanılır. Hazırki vəziyyət, gələcəkdəki proseslər və əgər hansısa dövlətin bizlə problemi olarsa, istifadə edəcəyi məqamlar davamlı olaraq müəyyənləşdirilir və bu istiqamətdə addımlar atılır. Ona görə də həm milli məsələ, həm də dini məsələ çox həssas məsələdir. Burada məsələnin ən diqqət çəkən tərəfi odur ki, bu prosesləri hər adam görə bilmir. Ümumiyyətlə, Azərbaycanda hazırda gedən proseslər, mən davamlı olaraq öz fikirlərimdə bunu vurğulamışam, çox ağrılı proseslərdir. Məsələn, bir müddət bundan əvvəl çox təəssüf ki, indi qəbul olunsa da, bəziləri tərəfindən qəbul olunmasa da, Azərbaycanda bir sosial mediada polemika getdi. Azərbaycanda yaşayan milli azlıqlarla bağlı və çox da ciddi ittihamlar var idi orada. Bilmirəm, siz izlədiniz. İzlədim, yazdım. Yəqin ki, izlədiniz. Əslində, mənim də fikrim vardı, biraz zamanım olmadı. Bu, narahat edici bir məsələdir və özü də biri var, siyasi təcrübəsi olmayan, yol keçməyən insanlar bu məsələni qalsın. Bir də var ki, bunun nə qədər ağır fəsadları ola biləcəyini bilən adamlar tərəfindən bu məsələ qaldırılır. Yəni, əslində, bunlar çox ciddi məsələlər idi və təəssüf ki, onun üzərindən sükutla keçirildi. Amma biz 90-cı illərin əvvəllərində o Talış Muğan Respublikası, Ləzgi məsələsi, biz bunları unutmamalıyıq. Yəni, bugün, misal üçün, indi mən bu sahənin içərisindəyəm və görürəm ki, açıq-aydın zaman-zaman Azərbaycanda bu kartdan istifadə olunur. Yəni, əslində, bəlkə də arada gedən müzakirələrin arxasında da yenə xarici qüvvələr dururdu və ya digər formada. Amma belə siz bunu, misal üçün, o qədər də hiss edə bilməzsiniz. Yəni, siz uzun müddətdə bu sahədəsiniz, araşdırma aparmışsınız, siz bunu görə bilərsiniz. Amma heç də cəmiyyətdə hamı bunu görmür. Mən əvvəl də bu məsələni qaldırmışdım. Məsələn, bizdə təbii ki, mən prezident administrasiyasında olanda da bu məsələni bir dəfə qaldırmışdım ki, bizdə milli azlıqlarla işləyəcək bir quruma ehtiyac var. Yəni, əslində prezident administrasiyasında xüsusi bir şöbə var, yəni multikulturalizm, amma multikulturalizm biraz fərqli məsələdir. Bizə lazımdır ki, milli azlıqlarla sıx işləyən bir struktur olsun. Yəni, misal üçün, vaxtı ilə, xüsusilə də Ulu Öndərin vaxtında bu məsələlərə çox həssas yanaşılırdı. Misal üçün, Azərbaycanda milli azlıqların mərkəzləri var. Bugün onlar nə ilə məşğuldur? Bugün onlara dəstək varmı? Bugün onlarla iş aparılırmı? Yəni, mən o sahədə işləmişəm, hazırki işlər yetərli deyil. Və bu bizi ciddi narahat etməlidir və onların bir hissəsində də ciddi narazılıq var. Bu özünü zaman-zaman göstərir.
Və din məsələsinə də gələndə bizim ümumiyyətlə son vaxtlar, yəni təbii ki, burada da bir paradoks var. Məsələ ondadır ki, cənab prezident dinə böyük bir diqqət göstərir, qayğı göstərir və məscidlər tikilir, dini icmalara yardımlar göstərilir. Amma zaman-zaman bu sahədə siyasəti həyata keçirən qurumlar öz dinə məfhumat və xurafat kimi baxaraq dinlə mübarizə yolunu sanki seçirlər. Yəni bu adamların təsəvvüründə din yalnız məfhumatdır, xurafatdır və biz bundan mübarizə aparmalıyıq. Bu da kökündən yanlışdır. Yəni burada da nə baş verir? Elə mən sizin verilişdən əvvəl də fikirləşirdim. Bugün mən bunu əvvəl də demişəm. Məsələn bugün bir qism Azərbaycanlının gözü İrandadır, bir qisminin Türkiyədədir, cəmaatlarda bir hissəsi Ərəbistandadır. Daxildə bir ciddi boşluq var və Azərbaycanda dini maarifləndirmə demək olar ki, yox səviyyəsindədir. Yəni hansısa bölgədə gedib din xadimlərini bir araya yığıb onlara dindən danışmanın heç bir mənası yoxdur. Gəlin biz səmimi olaq, özümüzü aldadırıq. Mən bunu istəyib deyirəm. Biz kütləni maarifləndirməliyik, biz radikalizmi azaltmalıyıq. Məsələn, Azərbaycanda çox təəssüf ki, bir siyasət həyata keçirilir. Təbii ki, bu dövlət tərəfindən deyil, məqsədli şəkildə və böyük ehtimal xaricdən bu qruplar maliyyələşir. Onlar davamlı olaraq bizim dinimizi gözdən salmağa çalışırlar. Məsələn, mən sizin verilişdə fürsətdən istifadə edib Daxili İşlər Nazirliyinə təşəkkürümü bildirirəm. Uzun müddət sosial mediada, TikTokda bir fenomen var idi, dırnaq arası. Davamlı olaraq İslamı təhqir edirdi. Yəni, bugün dünən onu həbs elədilər və çox doğru bir qərar oldu, çünki hamını narahat edirdi, yəni bu formada. Bilirsiniz, insanlar məsələyə düzgün yanaşmağı bacarmalıdırlar. Biz ideoloji xətt seçmişik. Allah o dövrdə cümhuriyyəti quranlara da rəhmət eləsin. Onlar çox düşündülər ki, yəni bizim xəttimiz nədir, biz hansı yolla getməliyik? Qərara gəldilər ki, birinci türkçülük, ikinci İslam. Çünki bizim bünövrəmizi təşkil edən əsas sütunlardan biri də dindir. Yəni, dini sən Azərbaycanda yox eləmək istəsən, sən elə bil ki, bir binanın bünövrəsini dağıdırsan. Yəni, bu dini insanların həyatından çıxara bilməyəcəksin. Mən bu yaxınlarda bir müsahibəmdə dedim və dini proseslərin idarə olunmasına ehtiyac var. Məsələn, Azərbaycanın dini xəritəsi ciddi bir formada dəyişir. Ənənəvi məzhəblər, ənənəvi təriqətlər, dinlər yavaş-yavaş sıradan çıxır və bu bizə gələcəkdə ciddi problem yaradacaq. Və o mənada, bax, bu iki sahədə çox ciddi bir prosesi irəli aparmağa ehtiyac var. Yəni, bilirsiniz, biz qalib xalqıq, qələbə qazandıq, zəfər qazanmışıq. Amma din və milli məsələ bugün Azərbaycanda bizi ən ciddi formada təhdid edən məsələlərdir. Və bu proseslər alt qatda gedir və ciddi bir formada gedir. Rayonlara gedin, görün orada necə radikallaşma var. Milli azlıqların olduğu bölgələrə gedin, orada necə narazılıqlar var. Yəni, burada ciddi bir işin aparılmasına ehtiyac var. Əslində, dövlət tərəfindən, cənab prezident tərəfindən böyük işlər görülür. Sadəcə bu prosesləri düzgün idarə etmək lazımdır. Yəni, cənab prezident gedib hamının yerinə işləyə bilməz. Təbii. Cənab prezidentin siyasəti mövqeyi aydındır. Yəni, o dinlə mübarizə aparmır. Dini əksinə dəstəkləyir. Öz çıxışlarında milli mənəvi dəyərlərdən danışır, multikulturalizmdən danışır, Azərbaycanın milli etnik zənginliyindən danışır və siyasət bunun əsasında getməlidir. Ceyhun müəllim, deməli, bu çıxışınızda bir neçə tezisdə irəli sürdünüz, narahat verici məqamlara toxundunuz. Həqiqətən də demək olar ki, o siyasi partiya rəhbərlərinin, funksionerləri ilə bağlı irəli sürdüyünüz tezis həqiqətən narahat vericidir. Təəssüf ki,
demək olar ki, bunun üstünə gedilmədi, araşdırılmadı. Ancaq sosial şəbəkələr belə deyək səviyyəsində müzakirə olundu və bu da prosesi biraz da dərinləşdirdi. Növbəti məsələ kimi milli azlıqların problemlərlə bağlı həqiqətən də problemlər var. Bizim həm də bəxtimiz onu da gətirib ki, Azərbaycanda yaşayan xalqlar həqiqətən də Azərbaycançılıq ideologiyasına sadiqdirlər, amma təbii ki, bunların hamısı belə deyil. Xaricdən olan təhdidlər var, təxribat xarakterli çıxışlar var. Lap elə Azərbaycan dilli sosial şəbəkə segmentlərində biz buna rast gəlirik. Siz bir müddət prezident administrasiyasında milli münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində çalışmısınız. Bu prosesi dərindən bilən adamsınız. Milli münasibətlərin qorunması istiqamətində hansı belə deyək də tələblər var? Həm onların tərəfindən, həm bizim yerli belə deyək də icmalar tərəfindən tələblər nədir ki, biz bax bu dövlət bu prosesin içində olub. Dava siz də dövlətin ən yüksək qatında təmsil olunan bir məmur kimi prosesin içində olmusunuz. Bunlar nə istəyir, biz nə veririk? Əslində burada məsələ belədir. Bu proseslər yəni idarə olunmalıdır. Bunun idarə olunma yolu da odur ki, bu mərkəzlər fəaliyyət göstərməlidir və onların maliyyələşməsi dövlət tərəfindən həyata keçirilməlidir. Yəni, misal üçün, tutaq ki, siz Azərbaycanda hansısa bir etnik qrupa o diqqəti göstərməyəndə, o şəraiti yaratmayanda, artıq o diqqəti və şəraiti başqası göstərəcək. Tamam. Yəni, bugün məsələn, çox maraqlıdır ki, ayrı-ayrı ölkələrin səfirlikləri bu insanlarla daha çox bəzən maraqlanırlar. Onları xaricə aparırlar, onlara dəstək olurlar. Bu təsadüfi deyil. Gedib yerli icmalarla görüşürlər müxtəlif rayonlarda. Bir məna. Ona görə burada məsələ odur ki, məsələn, Azərbaycanda əvvəlki dövrdə hər bir xalqın etnik qrupun bir mərkəzi var idi. Və o mərkəzlərlə çox sıx iş aparılırdı. Yəni, onların rəhbərləri var idi. O rəhbərlər dövlət qurumları ilə daim əlaqədə idilər. Onlara istiqamət verilirdi. Onların dərdləri dinlənilirdi, problemləri dinlənilirdi, həll olunurdu. Amma hazırki vəziyyətdə İndi son proseslərdən sonra da əslində bu multikulturalizm mərkəzi çox yaxşı bir mərkəz idi və orada bəzi planlar var idi ki, bu milli mərkəzlərə ofislər verilsin, onlar üçün əlavə şəraitlər yaradılsın. Sonradan təəssüf ki, proses biraz fərqli getdi. İndi artıq istiqamətdə də artıq birləşdirmə prosesi baş verdi. Amma məsələ ondadır ki, baxın, siz bu dediklərimiz təsadüfi deyil. Məsələn, Avropa ölkələrində xüsusi şuralar var. Yəni, məsələ ondadır ki, yəni, siz prosesi idarə etməlisiniz. Yəni, misal üçün, sabah bir gün hansısa bir Allah uzaq eləsin qarşı durma prosesi olanda, nəsə prosesi olanda, siz onu idarə edə bilməyəcəksiniz. Məsələn, tutaq ki, Azərbaycanda biz heç kimi bölmək istəmirik, hamısı bizim üçün əzizdir, doğmadır. Siz çox yaxşı qeyd etdiniz ki, burada yaşayan xalqlar bizi sevir, biz də onları sevirik. Amma Azərbaycanda 100 min tutaq ki, talış var. Və bu talışla ən azından 2-3 qonşu dövlət çox sıx iş aparır. Məsələn, bugün İran da çox sıx iş aparır. Tədqiqatlar aparırlar, araşdırmalar aparırlar, verilişlər yayımlayırlar. Bu işi Rusiyada aparır, Rusiyada çoxlu mərkəz var və Ermənistan da aparır və bunları davamlı olaraq qızışdırmağa çalışırlar. Amma faktik olaraq bizim özümüzdə bu proseslərin nəzarətdə və idarə etmədə olması məsələsi hansı vəziyyətdədir? Mən bilirəm ki, hazırda o qədər də tam yaxşı vəziyyətdə deyil. Yəni, bilirsiniz, bu insanlar, yəni bu dünyanın hər yerində belə, məsələn, mən indi multikulturalizmlə bağlı siz baxanda Almaniyada, İsveçrədə xüsusi onlarda şuralar var. Misal üçün,
Rusiya prezidentinin yanında çox böyük bir şura var. Və şura davamlı olaraq milli azlıqlarla bir sıx iş aparır. Onlarla görüşlər aparır, ideoloji istiqamət verir, təbliğat verir. Yəni söhbət ondan gedir ki, bu insanlarla sıx işlərin aparılmasına ehtiyac var. Onların mədəniyyətinin təbliği, mədəniyyətinin tanınması, mədəniyyətinin qorunması, yəni ən azından onlarla proses hansı vəziyyətdədir, sizi narahat edir, nələr edək. Multikulturalizm mərkəzini qeyd elədiniz. Yarananda mən də düşünürdüm ki, daha çox fokuslanacaq Azərbaycanda yaşayan xalqlara. Təəssüf ki, biz bunu görmədik. Şəxsən mənim müşahidələrim, hətta bir yazda yazdım ki, biz ilk növbədə Azərbaycan ictimaiyyətinin, Azərbaycan multikulturalizmin fəlsəfəsini izah eləməliyik ki, bizdə kimlər yaşayır, hansı xalqlar yaşayır. Hətta o gün Alban Udi icmasının rəhbəri Robert Mobili mənim qonağım idi, söhbət elədik. O da maraqlı təklif irəli sürdü ki, məsələn, 3-4 saat təlim keçib universitet müəllimlərin auditoriyalara salınca, elə biz icma rəhbərlərinin salsalar universitetlərdə, heç olmasa bir öz xalqlarımız haqqında məlumat versək daha yaxşı olar. Təəssüf ki, multikulturalizm mərkəzi daha çox beynəlxalq istiqamətdə iş görməyə başladı və inanırıq ki, gələcəkdə siz dediyiniz kimi bu təhlükə olmaz. Çünki Azərbaycanın milli azlıqları, etnik azlıqları, azsaylı xalqları elə bir bizim coğrafi ərazimizdə yaşayırlar ki, hamısı digər dövlətlərlə həmsərhəddir. Və mən indi açıq şəkildə bəyan edeyim ki, hətta bu barədə də bir yazı yazmışdım. İranın təhdidləri Talışlarla bağlı çox ciddidir, bu nəzərə alınmalıdır, sərhəd bölgəsidir. Ləzgilərlə bağlı Rusiyanın təhdidləri, elə Savalyovun çıxışını heç birimiz unutmamışıq, onun təhdidləri sərhəd bölgəsidir. Və düşünürük ki, Azərbaycan dövləti də cənab prezidentin iradəsi var, ideyaları var, amma bunun həyata keçirilməsinə biz ciddi diqqət eləməliyik. Xüsusən də mən daha çox informasiya məsələlərini önə çəkmişdim ki, biz informasiya blokadasını necə yarada bilərik? Məsələn, daha çox diqqəti buna verməliyik ki, kənardan Facebookla, nə bilim, TikTokla və digər çox maraqlıdır ki, bütün bunlar hamısı Azərbaycan dillidir. Azərbaycan dilli segmentdə bizə qarşı, bizim öz dilimizdə bizə qarşı hücuma keçirlər. Siz sosial şəbəkələrdə çox fəalsınız və tövsiyələrinizlə gündəmdəsiniz daha çox. Mən onların demək olar ki, əvvəl siyahlar yazırdınız. Mən onların gənc olmasam da onların hər birini oxuyurdum. Bax, milli və dini məsələlərdə Azərbaycan gəncliyinə, azsaylı xalqları təmsil edən gəncliyə nə tövsiyələr verərdiniz? Yəni, əslində birinci onu da qeyd edək ki, ümumiyyətlə Azərbaycanda ciddi bir formada milli mənəvi dəyərlərdən uzaqlaşma da var. Yəni, bu narahat edir bizdə. Əslində bizdə bugün dəyərlərin transformasiyası gedir. Bayaq siz dediniz, yəni ciddi bir formada Azərbaycanda maarifləndirmə işi aparılmalıdır. Bizdə ciddi bir ideoloji boşluq var. Bu ideoloji boşluq doldurulmalıdır. Bu ideoloji boşluğun olması bizə ciddi problem yaradır. Bugün Azərbaycan informasiya mühiti dərmə-deşikdir. Yəni xaricdən kim nə istəyir bura ötürür. Ötürə bilir, bəli. Və insanların beyinlərini qarışdırırlar. Və məsəl üçün Rusiyadan, İrandan, Ermənistandan, ayrı-ayrı ölkələrdən davamlı olaraq Azərbaycanın informasiya mühitinə müxtəlif bizim milli maraqlarımıza zidd məlumatlar ötürülür. Amma bunun qarşılığında bizdəki informasiyalar yetərlidirmi? Yox. Və ona görə də Azərbaycanlı gənc xaricdən qidalanmağa başlayır və nəticə etibarilə də fərqli bir gənclik yetişir. İndi siz yeni yetişən gəncliyə sual versəz, milli kimlik, milli dəyər sizə cavab verə bilməyəcək. Çox ciddi bir narahatlıq doğuran məsələdir. Yəni, bugün bizim cəmiyyət və təbii ki, xaricin də istədiyi budur, ancaq yeyən, içən, əylənən, gəzən bir cəmiyyətə çevrilir. Mən tez-tez bu paylaşanda bəzən məqsəd şəkildə deyirəm, pul hər şey deyil. Bu cəmiyyətin ən ağrılı yeridir. Düşürlər mənim üstümə ki, necə yəni pul hər şey deyil. Mən deyirəm ki, bəli, hər şey deyil. Bir verilişdə də dedim, sizin əlinizdə milyard pul var, başınıza da bomba yağır.
sabitlik yoxdur, əmin-amanlıq yoxdur. Neyniyəsən o pulu? Hara xərcləyəcəksən? Və o mənada, yəni gənclərə bizim tövsiyəmiz odur ki, milli mənəvi dəyərlərimizə möhkəm sarılsınlar, tariximizi yaxşı öyrənsinlər, dürüst olsunlar, təmiz olsunlar. Yəni bu gün getdikcə cəmiyyətdə təbii ki, bizim yaxşı gənclərimiz də var. Amma getdikcə egoist, təkəbbürlü insanların sayı artır. Getdikcə tərbiyəsiz insanların sayı artır, əxlaqsız insanların sayı artır. Niyə? Bu milli dəyərlərdən, ənənələrdən ki, uzaqlaşma baş verir və öz dəyərini bəyənmir, özünün keçmişinə geridə qalmışdıq kimi baxır, inkişafı soyunmaqda görür, yeyib-içməkdə görür və başqa işlərdə görür. O mənada cəmiyyətdə ağırlı bir proses getməkdədir. Ailələr dağılır. Azərbaycanda bu yaxınlarda mən bir statistika ilə tanış oldum. 15 min ailə qurub 5 ayda 8 min boşanıb. Tamam, təəssüf. Və mən dəfələrlə həyəcan təbili çalıram ki, biz addım atmalıyıq. Parlamentdə də bunu qaldırmışam, mediada da demişəm. Ona görə gənclərə tövsiyəmiz odur ki, bax, ailələr dəyərlərini qorusunlar, milli mənəvi dəyərləri qorusunlar, dürüst olsunlar, səmimi olsunlar, heç vaxt şəxsi mənafiyi ictimai mənafidən üstün tutmasınlar. Yəni biz xoşbəxtik. Təəssüf ki, cəmiyyətdə bu xoşbəxtliyi insanların çoxu başa düşmür. Xoşbəxtik ona görə ki, müstəqil dövlətimiz var. Dünyada 3000-4000 xalq var, 1200-ün dövləti var. 100 münaqişə var. Azərbaycan yeganə dövlətdir ki, münaqişəsini həll edib. 20-dən artıq ərəb dövləti 50 ildir Fələstin münaqişəsini həll edə bilmir. Azərbaycan xalqı cənab prezidentin rəhbərliyi ilə bu torpaqları azad etdi. Amma bunu qoruyub saxlamaq lazımdır. Bunu qoruyub saxlamaq üçün də qələbənin nə olduğunu, torpağın nə olduğunu, bunu dərk etmək lazım. Amma biz ki, ancaq yemək, içmək, əylənmək yönünə gedirik. Bəzən birinə tərbiyədən, əxlaqdan danışsan deyir, nə tərbiyə, nə əxlaq, kimə lazımdır bunlar. Hamısı boş şeydir. Və cəmiyyəti nə saxlayacaq? Nə saxlayacaq? Həmciz insan, o nigaha meyilli insanların sayı cəmiyyətdə artmaqdadır və s. Yəni, qızlar ailə qurmaq istəmir, oğlanlar ailə qurmaq istəmir. Bunlar ciddi məsələlər. Və bunların hamısı gəlir ki, biz milli mənəvi dəyərlərə sarılmalıyıq. Yəni, biz isə, mən xüsusi bunu vurğulayıram ki, bəzən məqsədli şəkildə, indi cənab prezidentin bəzi tapşırıqları var, amma cənab prezident demir ki, siz gedin dinlə mübarizə aparın, dini gözdən salın, dini möhumat kimi tənqid edin, yerindən duran dinlə danışır. Yəni, bəzən Azərbaycanda dini verilişlərdə müğənniləri, aktyorları, humoristləri gətirirlər ki, gəl dinlə danış. O da orada ağzına gələn danışır. Ya, bu yol verilməzdir. Və bunun adını qoyurlar ki, biz dinlə, möhumatla, xurafatla mübarizə aparır. Yəni, bu yanaşma dəyişməlidir. Bu strategiya dəyişməlidir. Və ona görə də o mənada bax, gəncliyin diqqətli olmasına, yəni doğru seçim etməsinə, yanlış yola getməməsinə ciddi bir formada bizim ehtiyacımız var. Və bu istiqamətdə bizim davamlı addımlar atmağımıza ehtiyac var. Elədir, o addımlardan biri də təbliğatdır. Dezinformasiya və nifrət nitqi də biz sosial şəbəkələrdə təəssüf ki, bunu görürük. Siz necə düşünürsünüz? Media, vətəndaş cəmiyyətinin üsulları və dövlət. Bax, bu üç bucaqda biz bu nifrət nitqinin dezinformasiyasının qarşısını birgə necə ala bilərik? Yəni, bu bilirsiniz, burada ciddi iş aparılmalıdır. Məsələnin birinci mahiyyəti odur ki, istər media, istər din sahəsində xeyli qeyri-peşəkar adamlar var. Yəni, bunlar, yəni, bu kimi məsələlər üçün yüksək intellekt olmalıdır, dünya görüşü olmalıdır, dərin düşüncə olmalıdır. Və ona görə də burada məsələ ondadır ki,
bizi xeyli narahat edən məsələlər var. Misal üçün biz indi bayaq sizlə bir məsələni danışdıq. Elə məsələlər var ki, vaxtında dövlət qurumları ona reaksiya verməlidir. Sən bugün bizim əksər dövlət qurumlarımızın media ilə işbirliyi sıfır səviyyəsindədir. Ümumiyyətlə medianı saymırlar. Yəni baxırsan ki, məsələn, filan qurumun sahəsinə aid məsələdir, sosial media dağılır, hamı danışır. Amma o qurumun nisvecinə də deyil, heç mövqeyi də yoxdur. Reaksiya yoxdur. Bəli. Reaksiya yoxdur. Bu faciədir. Yəni adın özünü qorumaq, siyasət çox bilmişdi. Bu faciədir. Yəni bu olmalı deyil. Belədir. Yəni sən dezinformasiya ilə müharibə aparmaq istəyirsən, informasiyanı özün verməlisən və özün informasiyanı istehsal etməlisən. Bu informasiyanı vermədikcə, dini maarifləndirməni aparmadıqca, sən dinlə mübarizə apardıqca, başqası gəlib başqa şey edir. Bugün Azərbaycanda gedən də budur. Sən elə bilirsən ki, mövhumatla mübarizə aparsan, xurafatla mübarizə aparsan, amma radikal qrupların sayı artır, qeyri-ənənəvi təriqətlərin sayı artır, misioner qrupların fəaliyyəti genişlənir və nəticədə itirən dövlətdir. Amma sən öz aləmində düşünürsən ki, mən yaxşı iş görürəm. Yəni bu yaxşı iş deyil. Resursu düzgün yönəltmək lazımdır, düzgün istiqamətə. Yəni o mənada məsələn qeyri-hökumət təşkilatlarının da üzərinə böyük bir vəzifə düşür. Burada da mən hesab edirəm, tutaq ki, milli sahədə bir neçə qurum sırf yaxşı işin qurmalıdır. Dini sahədə bir neçə qurum öz işin qurmalıdır. Yəni biz informasiya mühitimizin qorumalıyıq. Bunu qoruya bilmədiyimiz üçün, onun da kökündə informasiyanı vermədiyimiz üçün, informasiya təqdim etmədiyimiz üçün, düzgün yanaşma ortaya qoymadığımız üçün bu proseslər baş verir. Yəni sən bir tərəfdən tutaq ki, hesab edirsən ki, mübarizə aparırsan, amma o digər tərəfdən də sən statistikaya bax, Azərbaycanda günü-gündən qeyri-ənənəvi dinlərə, təriqətlərə, radikal qruplara gələnlərin sayı artır. Ulu Öndərov gələndə Azərbaycançılıq məfkurəsi, Azərbaycançılıq cənab prezident çıxışlarında bunu davamlı olaraq vurğulayır. Yəni biz bu məsələləri ciddi bir formada prioritetləşdirməliyik. Yəni siz tutaq ki, dini, milli icmanı tanımamaqla düşünə bilərsiniz ki, hər şey qaydasındadır. Amma mənim səni tanımamam o anlama gəlmir ki, sən hər şey yaxşıdır. Sən məni tanımırsan, başqası tanıyır. Başqası mənə pul verir, başqası mənə dəstək verir. Sən tanıma, amma mən öz işimi görürəm və ya ən azından heç bir iş aparmıram. Yəni bu belə deyil. Yəni milli icmanın, istər dini icmanın üzvlərinin problemləri gündəmdə olmalıdır, maraqlanılmalıdır. Məsələn, Azərbaycanda necə siyasi partiyalarla hazırda bir iş qurulubdur. Sıx iş bir qurulub. Bu milli icmalarla da, dini icmalarla da sıx iş qurulmalıdır. Onlar daim xüsusi diqqətdə saxlanmalıdır ki, onların zərrə qədər narazılığı olmasın. Çünki bu narazılıq olduqda, bu narazılıq qığılcamın baş verməsinə aparıb çıxaracaq. Yəni biz bunu unutmamalıyıq və bunu daim diqqətdə saxlamalıyıq. Cəmal, bilirsiniz ki, ölkə prezidentinin ehtiyat fondundan dini icmalara pul ayrılır və bu da milli icmalar tərəfindən qısqanclıqla qarşılanır. Haqlı olaraq onlar da deyirlər ki, bizə də diqqət olmalıdır və onların da xüsusən yer problemi var. Məsələn, təkcə bu layihə çərçivəsində mən 10-11 icmanın rəhbəri ilə görüşmüşəm, müsahibələr götürmüşəm burada. Heç birisinin yeri yurdu yoxdur. Heç birisi sosial şəbəkələrdə fəal deyil, nə baş verir xəbərdardırlar. Məsələn, onlar istəyirlər ki, bir bina olsun, onlar üçün bir otaq olsun, yer olsun, onlar üçün bir iş mühiti yaradılsın. Onlar yenə də siz dediyiniz kimi də bunun özü də diqqətdir və belə deyək də, həm də dövlətin nəzarəti altında olan bir diqqətdir. Bax, siz bu piramidanı necə təsəvvür edirsiniz? Baxın, əslində Azərbaycanda bu olubdur da.
Yəni son illərə qədər Azərbaycanda bu sistem işləyirdi. İDR-in dövründə olub. Və milli icmaların ofisləri də var idi. Milli icmaların maliyyə dəstəyi də var idi, qəzeti də var idi. Bilirsiniz, mən vaxtı ilə prezident administrasiyasında işləyəndə hiss edirdim ki, ən çox bu məsələyə qarşı olan administrasiya rəhbəridir. Yəni Ramiz Mehdiyev. Çünki biz bir neçə dəfə mən müxtəlif görüşlərdə bizim həmkarlarla, bizim xidmətlə danışdı. Mən bu məsələni qaldırdım ki, biz bunun üzərində ciddi düşünməliyik. Və yanaşmam belə oldu ki, buna ehtiyac yoxdur. Yəni və sanki mən hətta bir iclasda dedim ki, biz komitənin bəlkə adına baxaq. Bunu bir dəyişmə barədə düşünək. Çünki bunlar faktik olaraq prezident administrasiyasında da bir yerdədir. Yəni məsələn, multikulturalizm. Hətta indi multikulturalizmə birləşdirmək lazım idisə, bu dini komitəyə daha da bəlkə daha yaxın ola bilərdi sahə olaraq da. Zaten administrasiyada da bu belədir. Yəni millətlər arası münasibətlər, multikulturalizm, dini və bütün hamısı diaspora özündə şamil əhatə edir. Hazırki dövrdə təəssüf ki, bu icmaların mütləq əksəriyyəti başlı başına qalıbdır. Əksəriyyəti ilə mənim əlaqəm var, çox yaxşı insanlardır, çox onlarla yaxşı iş qurmaq olar. Amma məsələ odur ki, bunlar da köhnədən olan şəxslərdir. Onlar da bu həyatdan köçəndən sonra biz ora qoya biləcəyimiz, o prosesləri edə biləcəyimiz heç nə olmayacaq əlimizdə. Yəni ona görə də o mərkəzlər ona görə lazımdır ki, orada tutaq ki, bugün sədr var, sabah sədr dünyasını dəyişdi, orada yetişmiş, tanıdığımız, bildiyimiz bir adamı qoyuruq. Sizin qeyd etdiyiniz məsələ doğru məsələdir. Misal üçün, biz bunu milli dini icmalara edirik, ayda pul veririk. Bu təklifi cənab prezidentə vermək olar, məsələn qaldırmaq olar. Azərbaycanda neçə icma var ki, dini, etnik qrup? Ola bilər, maksimum heç 50 yoxdur. 30, biraz aşağı yuxarı. Onlara da o pul nəyə lazımdır? Ofisin saxlanması üçün, ofisin xərcləri üçün, tədbirlər keçirmək üçün, qəzet çap eləmək üçün. Məsələn, çox təəssüf ki, biz bu rəqəmsallaşma adında biraz mətbuatın da, yəni yazılı mətbuatın da gündəmdən çıxarılması bir proses getdi ki, bu narahat edicidir. Yəni, misal üçün siz onların qəzet çap edirsən, jurnal çap edirsən, məsələn, hansı sayt var, hansısa milli azlığın dilində? Multikultural azlığı da mən yaratmışam. Amma Rusiyada bilirsiniz neçə sayt var? Təkcə Dağıstanda ləzgilərlə bağlı, avarlarla bağlı bilirsiniz. Bilirsiniz, bizə yönəlmiş, bilirsiniz, onların televiziyaları belə hətta var. Ermənistanda kafedra var universitetdə. İranda böyük universitetlər talış məsələsini araşdırır. Və yəni dediyim kimi bizə qarşı istifadə etmək üçün və ona görə də biz bu məsələləri barədə çox ciddi düşünməliyik. Yəni doğru, düzgün bir işin aparılması üçün çox çalışmalıyıq. İnşallah. Milli müəllim bizim dostumuzdur. Deyək ki, yəhudilərlə bağlı 4 mərtəbəli bir mərkəz tikirlər. O gün də qonağım idi, xeyli söhbət elədik. Düşünürəm ki, elə bu 4 mərtəbəli mərkəzdə həm də ceklər oturar, həm də alarlar oturar, həm də buduqlar oturar və yaxud tolerantlıq mərkəzi tikiblər, istifadəyə veriblər. Baxırsan ki, fəaliyyəti konkret nədir, qeyri-müəyyən. Cəmaət, ümid eləyək ki, Azərbaycan dövlətinin multikulturalizm siyasəti, birgə yaşayış, etnik sabitlik istiqamətində apardığı siyasət daha yüksək formaya keçəcək və mənim dediyim sual formasında sizə müraciət edib cavab aldığım və sizin də qaldırdığınız problemlər həll olunacaq. Əslində bu həm bizim istəyimizdir, həm Azərbaycanda yaşayan milli azlıqların, multikultural subyektlərin istəyidir və bizim əvvəlki verilişlərimizdə də dəfələrlə bu məsələlər qaldırılıb. Ümid eləyək ki, gələcəkdə biz bu problemi həll etməyə çalışacağıq. İnşallah. Çox sağ olun. Bu isti iyul günündə dəvətimizi qəbul elədiniz. Yəni həmişə media açıq bir deputat kimi, bir dost kimi mən sizə minnətdaram. Sağ olun.
Sağ olun. Əziz dostlar, siz kamillik vətəndaşların hüququ maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi virtual məkanda etno-mədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək layihəsi çərçivəsində Multikultural Azərbaycan podkastının növbəti buraxılışına baxdınız. Qonağımız millət vəkili Ceyhun Məmmədov idi. Sağ olun, sağlıqla qalın.